Gəlin bu 3 supporting sentence'in topic sentence'ini müəyyən edək. Bildiyimiz kimi hər hansı bir paragraph writinglərdə biz ilk öncə topic sentence yazırıq ki, bura daxildir. Topic and controlling idea. İkinci, supporting sentence ya da supporting details yazırıq. Bunlar 2-3 ola bilər. Və biz burada əsasən nə yazırıq? Reason and facts yazırıq. Faktlar göstərməliyik. Üçüncü isə concluding sentence yazılır ki, concluding sentence birbaşa topic sentence ilə əlaqəli. Hətta deyərdim ki, onun restatement, yəni paraphrasing versiyası olur. Yəni paraphrase olunmuş versiyası olur. Gəlin detallara baxaq. Marie Curie was hired as the first female physics professor at the University of Paris. Burada artıq detaldan danışır və faktdır. The first female physics professor deyil. Deməli, first, ilk olan bir şeydən danışır. Detaldır, faktdır. Marie Curie was the first person to receive 2 Nobel Prizes. One in physics and one in chemistry. Yine burada the first person deyil burada. İlk şəxs yine faktdır, yine detaldır. In 1903, Marie Curie became the first woman in France to earn a doctorate degree. Yine burada detaldan danışır, yine burada faktdan danışır. Çünkü the first woman deyil. Deməli, bizə lazımdır bu 3 cümləni deməli, ümləşdirən bir topic sentence. 3 burada nədən söhbət getdi? 3 firstlərdən söhbət getdi. First female, first person and first woman. Deməli, mənə lazımdır bunu dəstəkləyən bir topic sentence. Although Marie Curie gained fame for her work. Bu ola bilməz, çünki burada güzəştlə başlayıb cümlə. Belə bir cümlə topic sentence verə bilmərik. Bizə lazımdır generic olan bir şey, spesifik bir şey yox. Marie Curie was a talented scientist whose work influenced. Bu da ola bilməz, çünki bizə deyir ki, ilk qadın fizikaçı professor. Bu da ola bilməz. Scientist Marie Curie achieved several important milestones during her career. Burada artıq biz görürük ki, bir neçə önəmli milestone-dan söhbət gedir. Dönüş nöqtəsindən söhbət gedir. Deməli, bu bir neçə dediyi milestone əslində elə the first physics professor, elə the first person'dır to receive 2 Nobel Prizes və ya the first woman in France-dır əslində. Yəni, bu paragraf